Səfəvilər dövrünə aid xalçalar Azərbaycana gətirilib. Təsəvvür edin, illər öncə Azərbaycanda xalçalar ixrac olunub. Təbii ki, bugün dünyanın bir çox ölkələrində, şəhərlərində Azərbaycan xalçaları var. Onları uzaqdan tanımaq olur. Amma onları bir araya toplayan bir kolleksiyaçımız var. Və bu kolleksiyanı Azərbaycana dəvət etmişik. Bugün qonaqlarımız bizlə bərabərdirlər. Sabah isə o möhtəşəm, tarixi bir sərginin açılışı olacaq. Studiyamızın qonaqları var, onları təqdim edirik. Azərbaycan Milli Xalça Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əminə xanım Məlikova və Azərbaycanlı kolleksiyaçı Amerika Birləşmiş Ştatlarında yaşayır. Amir Oskoy bizlə bərabərdir. Sabahınız xeyir olsun, xoş gəlmişsiniz. Sizi studiyamızda görmək bizim üçün də xoşdur. Əminə xanım, efir başlayandan biz bunu anons edirik. Həqiqətən də çox əhəmiyyətli bir sərgidən söhbət gedir. Əsrlər öncə Azərbaycanda xalçalar istehsal olunub və ixrac olunub. Bugün isə onları bir araya toplayıb Milli Xalça Muzeyində təqdim etmək kimi bir fürsətimiz var. Mən istərdim ki, ilk olaraq bu sərginin əhəmiyyətindən danışaq. Çox sağ olun. Əvvəla mən təşəkkürümü bildirmək istəyirəm. Bugün bura bizi dəvət etdiyiniz üçün sizin studiyanızda hər zamanki kimi olmaq çox xoşdur. Salamlayıram sizi və çox hörmətli tamaşaçılarımızı. Və artıq biz ilin sonuna yaxınlaşırıq və Azərbaycan Milli Xalça Muzeyində dekabrın 24-dən 2025-ci ilin may ayına dək çox maraqlı və hamımız üçün çox mühüm olan bir sərgi açılır. Bu sərgi də siz qeyd elədiyiniz kimi 17-ci, 18-ci əsrlərə aid olan, yəni Səfəvi dövrünə aid olan Azərbaycan xalçalarından ibarətdir. Bu sərgini bizə kolleksiyaçı, mənim yanımda əyləşən bizim dəyərli dostumuz, Amerikada artıq 20 ilə yaxındır ki, yaşayan və Azərbaycan xalçasından çox şey bilən Əmir Ösküvidir. Mən ona da minnətdarlığımı bildirirəm ki, bugün Azərbaycan Milli Xalça Muzeyində Amirin kolleksiyasından 14 nadir eksponat nümayişə hazırlanır. Biz hamımız bilirik ki, Azərbaycan Milli Xalça Muzeyi dünyanın ilk ixtisaslaşdırılmış xalça muzeyidir ki, 1967-ci ildə təsis edilib. Və o da ki, sir deyil ki, artıq çox adam Azərbaycana gəlir və İlk muzeylərindən ziyarət etdikləri muzey əlbəttə ki, Azərbaycan Milli Xalça Muzeyidir ki, çünki Azərbaycan xalçası bizim kodumuzdur, bizim əcdadlarımıza bir mesajdır, bizim genetik mesajımızdır, genetik kodumuzdur. Və bilirsiniz ki, mən hətta sizə və sizin həmkarlarınıza təşəkkürümü bildirirəm ki, biz ərsəyə gətirilən layihələri siz işıqlandırırsınız, hörmətli tamaşaçılara da onlardan bəhs edirsiniz. Bu il bizim üçün çox məhsuldar bir il oldu. Bir neçə bizim beynəlxalq layihələrimiz həyata keçirildi və bu ili də yekunlaşdıraraq biz bu unikal, maraqlı, mən deyərdim, möhtəşəm bir sərgini ziyarətçilərin huzuruna gətiririk. Bu sərgi elə adından da bəllidir ki, Azərbaycan xalçasının ehtişamı Səfəvi dövrünə aid olan xalçalardan ibarətdir. Burada çox nadir xalçalar, xalça nümunələri göstəriləcək və Əmir bəyin kolleksiyası, ümumiyyətlə Əmir bəyin tədqiqatı ondan ibarətdir ki, burada Əmir bəy təkcə kolleksiyanı yığmaqla, onu nümayiş etməklə məhdudlaşdırmır öz fəaliyyətini, o hətta daimi öyrənişdədir. Yəni, daimi tədqiqatdadır və belə bir fürsət olacaq ki, ümumiyyətlə, Azərbaycanın qədim xalçaçılıq sənəti ilə maraqlanan insanlar üçün belə bir fürsət olacaq ki, Əmir bəylə şəxsən tanış olub, ona müxtəlif suallar vermək. Çünki bu sərgi çərçivəsində bir neçə görüşlər keçiriləcək, bir neçə seminarlar təşkil olunacaq bizim muzeydə. Kolleksiyanın özündən də mən bilirəm ki, təkcə onu bilirəm ki, artıq neçə illə, 10 illiklər boyu bu Əmir bəy bu kolleksiyanı yığır və artıq Azərbaycanla da, ümumiyyətlə Azərbaycanda bu kolleksiyanı nümayiş etmək üzrə artıq 15 ilə yaxındır ki, müəyyən söhbətlər gedirdi və nəhayət, nə xoş bizə ki, artıq bu kolleksiya Bakıdadır. Amma yəqin ki, o kolleksiyanın əhəmiyyətindən, ümumiyyətlə incəliklərindən Əmir
Əmir bəy daha ətraflı danışacaq. Əslində çox gözəl vurguladınız ki, fürsət olacaq ki, Əmir bəylə görüşlər olsun. Elə ekskluziv olaraq ilk efirimizə buyurduğunuz üçün biz bu fürsətdən yararlanacağıq. Əmir bəy, təbii ki, bu xalçaları tapmaq, onları bir araya toplamaq elə də asan bir iş deyil. Biz Azərbaycan xalçalarını bir çox şəhərlərdə görə bilərik. Amma Əminə xanım da vurguladı ki, Azərbaycan xalçalarının xüsusi bir kodu var, xüsusi bir naxışları var ki, onu uzaqdan bilirsən ki, bu Azərbaycan xalçasıdır. Mən istərdim o kolleksiyadan danışaq. Necə oldu ki, Səfəvilər dövrünə aid bir xalça kolleksiyasını siz bir araya topladınız? Mən də bu fürsəti qənimət bilib, bizi seyr edənlərə salam demək istəyirəm Azərbaycana. Bizim Azərbaycan xalçaları mən iki hissiyə bölərdim. Bir 19-cu əsrə aid, mən ona müasir deyirəm. Bir də ən qədim xalçalar. Ən qədim xalçalar Səfəvi dövrünə aid olanların özəlliklə də saray xalçaları mənim üçün bilirsiniz, o zaman məna dünyası sayılır. Sufilıq və Səfəvilıq bilirsiniz də, Sufilıqdan gəlir adı. O zamanki qəni rəssamların o sufiliği naxışların içində mənanı öz öğrencilərə axtarmaq üçün, ötürmək üçün daha doğrusu bu rəmzlərdən istifadə eləyiblər. Və bu miniaturlarda əks olunmuş dərslərini öz öğrencilərinə bu vasitə ilə veriblər və artıq o dönəmində xalçaları Səfəvi xanədanı tərəfindən sifariş verilib özəl sarayları üçün. Təbii ki, orada da öz önəmli nəqşini ifa edir. Bir var həvəskar kolleksiyaçı olasan, bir də var ki, Əminə xanım da az öncə vurguladı ki, bu mövzunu araşdırasan, dərindən onun elmi tərəflərini də biləsən. Siz bu xalçaları necə bir araya topladınız? Kimdən əldə etdiniz? Necə oldu ki, sizin kolleksiyanıza daxil oldu? Bu Səfəvi dönəminin xalçaları bir araya yığması o qədər də rahat deyil. Çünki bugün bazarda da yoxdur. Nadir, bəlkə çox ünlü alverçi, yəni tüccarların kolleksiyalarında bir və ya iki dənə ola bilər. Çünki bunlar vaxtı zamanında məşhur kollektorlar tərəfindən alıb və saxlanılır. Mənə 2000, belə deyim, necə oldu, bir balaca danışa bilsəm, mən 2012-ci ildə Boston şəhrində bir xalça məcmuəsi var, Rock Society deyə keçir. Orada bir xanım tərəfindən dəvət olundum bir muzeyə və o muzeyə getdim, ora bilmirdim ki, hara gedəcəyəm. Yəni, sadəcə bir adres və bilgim yox idi. Getdim, gördüm ki, Ermənilərin muzesidir, Watertown'da və girər-girməz yəni bir böyük bir vitrin var idi. Birinci bizim musiqi alətlərimiz oradaydı. Tar, kəmança, düdük, nağara, ud, hər bir şey orada erməni musiqi alətləri adı altında gedirdi. Və üzümü belə döndərdim, xalçaları gördüm ki, Azərbaycan xalçaları hakeza orada yenə erməni xalçaları adı altında. Baxdım sakitcə, yəni bizi sağ olsunlar gəzdirdilər, o fürsət oldu ki, onların arşivinə də, yəni ambarlarına endim. Orada da parçalar, bir çox şeylər və nəhayət belə qərara gəldim ki, yəni bizimkilər bunlardadır. Niyə bizim özümüzdə olmasın? Və başladım ki, yığmağa və 2018-ci ildə çox məşhur Jim Dixon'la mən tanış oldum şəxsən, tanırdım Kaliforniyada və onun ziyarətinə getdim. 2 gün ondan zaman apardı, yəni zaman geçirdim və kolleksiyasından dedim, əgərsə satış niyyətin olursa bunlardan mənə satarsan məmnun olaram. Amma mənə yaxçı bol şans dedi. Bilmirəm, bəxt məndən yarıdı necə oldu ki, təəssüflərlə 2 ildən sonra vəfat elədi. Və mənim üçün bu Covid'in ilk başlarına denk gəlmişdi. Mənim üçün böyük şans oldu ki, bu satışda Kaliforniyadan gəldi, bizim Massachusetts'də satıldı.
Və beləcə siz o kolleksiyanı əldə elədiniz. Bəli. Bir çox, yəni 40 parça onun mən kolleksiyasından xalça aldım və bu Səfəvi dövrünün xalçaları da onlardan. Artıq sizin kolleksiyanıza daxildir. Əslində bu ondan xəbər verir ki, bu bir Azərbaycan sevgisidir, bir Azərbaycan mədəniyyətinin sevgisidir. Əminə xanım, əslində biz deyə bilərik ki, Azərbaycana xarici qonaq gələndə, əgər Azərbaycan tarixi ilə maraqlanırsa, ilk apara biləcəyimiz məkanlardan da biri Xalça muzeyidir. Nəyə görə? Çünki mən özüm də onun canlı şahid olmuşam. Orada sanki Azərbaycan tarixini xalça vasitəsilə izləyirsən. Biz ola bilər ki, xalça deyə keçirik, bir naxış görürük, gözəl naxışdır, zövqümüzə oxşar, amma o naxışlarda bir kodlar var. Biz deyə bilərikmi ki, Azərbaycan tarixini ilə xalçalar vasitəsilə də izləmək mümkündür? Əlbəttə ki, Abbas ağa bəy, siz düz vurğuladınız ki, adətən ilk ziyarət yerləri nəinki xarici üçün, hətta bizim öz həmyerlərimiz üçün, xaricdən gələn üçün Azərbaycan Milli Xalça Muzeyidir. Əvvəla, yəni bilirsiniz ki, 10 il bundan əvvəl Azərbaycan Milli Xalça Muzeyi artıq öz yeni binasında öz fəaliyyətinə davam etdirir və bu bina da unikaldır və mən deyim ki, çoxlu gənc memarlar da bizim muzeyi ziyarət edir ki, çünki xalça formasında inşa edilmiş ilk və yeganə binadır dünyada. Ona görə əlbəttə ki, Azərbaycanın tarixini və Azərbaycan xalçaçılıq sənətinin evolyusiyasını məhz harda muzeydə seyr etmək olar. Ona görə bizim üçün çox vacibdir belə Amir bəy kimi kolleksiyaçılarla ünsiyyət qurmaq və onların əlbəttə ki, bu asan iş deyil, okeanın o tərəfindən bu tərəfinə belə bir möhtəşəm sərgini gətirməsi və onu nümayişi. Amma mən bizim tamaşaçılarımıza xəbər edirəm ki, muzeyin 3-cü mərtəbəsində bu sərgi nümayiş olunacaq. Ona görə yeni il bayramı gəlir, biz artıq bayram ərəfəsini yaşayırıq və asudə vaxtınızı, öz ailələrinizi götürün, mütləq muzeyə gəlin. Burada həm tarixi sevərlər, ümumiyyətlə xalçaçılıq sənətini sevərlər, mədəniyyətimizi, incə sənətimizi ilə maraqlanan insanlar üçün burada yəni çox maraqlı faktlar açılacaq məhz bu sərgidə. Ona görə muzeyə gəliş çox vacibdir. Və etiraf edəcəm, Əminə xanım, düzdür, bilməm, bu müqayisəni aparmaq nə qədər doğru olar. Digər muzeylərə nisbətdə biz görürük ki, ora axın çoxdur, insanlar daha çox maraq göstərirlər. Yerli və xarici turistlər sevə-sevə gəlib o xalçaları izləyirlər. Bu, məncə, uğurlu bir təqdimatın nəticəsi deyə bilərik. Ola bilər ki, o da ondan irəli gəlir ki, ümumiyyətlə Azərbaycan deyəndə Azərbaycan xalçası insan həmişə onu assosiasiya edir. Azərbaycan xalçası o qədər qədimdir, o qədər zəngindir, o qədər rəng çalarları ilə əsrarəngizdir. Yeri gəlmişkən, bu Amir bəyin kolleksiyasında əsasən Qarabağ və Quba bölgəsində toxunulmuş xalılardır. Biz adətən yəni xalı böyük həcmdə olan xalçalara deyirik. Və belə ölçüdə xalılar, yəni onları hər gün bir arada görmək demək olar ki, mümkün deyil. Ona görə bu unikal bir şansdır və mən fürsətdən də istifadə edərək bizə köməklik göstərən bütün qurumlara da buradan təşəkkürümü bildirmək istəyirəm. Burada əlbəttə ki, Azərbaycan Respublikasının Mədəniyyət Naziri, BP Azərbaycan Nazirliyi, BP Azərbaycan şirkəti, Amerikada fəaliyyət göstərən ticarət, Azərbaycan Ticarət Palatası, Silkway West və digər, yəni hər bir, yəni bu sərginin ərsəyə gəlməsində hər bir insanın, əziyyəti keçən insanın. Yəni birgə əməyin nəticəsində biz gözəl bir sərgini sabahdan etibarən artıq Azərbaycan Milli Xalça Muzeyində izləyə biləcəyik. Biz sizə xüsusi təşəkkürümüzü bildiririk. Bu bir mədəniyyət missiyasıdır. Bunu məsuliyyətlə daşıdığınıza görə sizə və bütün əməkdaşlarınıza xüsusi təşəkkürümüzü bildiririk. Amir bəy, vətənə xoş gəlmisiniz bir daha. Sizi studiyamızda Azərbaycanda görməkdən məmnunuq və düşündük ki, incəsənət fədaillərinə məhz elə incəsənətlə bağlı dəyərli kitabları təqdim edib. Bu bizdən sizə olan hədiyyədir. Sizə uğurlar arzulayırıq və çox sağ olun ki, efirimizdə qonaq oldunuz. Bir daha vurğulayaq ki, Azərbaycanda sabahdan etibarən Səfəvilər dövrünə aid Azərbaycan Milli Xalça Muzeyində xüsusi xalça nümunələri nümayiş olunacaq. İllər, əsrlər öncə bu xalçalar Azərbaycanda istehsal olunmuşdu. Məhz Azərbaycanlı kolleksiyaçı onları bir araya toplayıb Azərbaycan Milli Xalça Muzeyində sabahdan etibarən may ayına kimi onların sərgidə nümayişi olacaq. Bu fürsəti dəyərləndirə bilərsiniz. Studiyamızın qonaqları
Azərbaycan Milli Xalça Muzeyinin direktor, əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əminə Məlikova və Amerika Birləşmiş Ştatlarında yaşayan Azərbaycanlı Əmir Oskoye idi. Onlara təşəkkürümüzü bildirib. Bu sabah sizdən bərabər olmaq bizim üçün də xoş idi. Çox sağ olun.